Siz her şeyden əvvəl kanalıma abunə olun, like atın, yorum. Herkese salam, kanalıma və videoma xoş gəlmisiniz. İki uşaqlı ananın bir rutin vlogunu sizlərə bugün çəkmək istəyirik. Bu gözəl rutin vlogumuza başlamadan əvvəl kanala abunə olun, like atın və video fikirlərinizi aşağı yazın. Biz isə vlogumuza başlayaq. Əvvəlcə vloqa başlamadan qeyd edim ki, havalar çox soyuqdur, yağışlı keçdiyi üçün. Aylarda gördüyünüz kimi uzun tulum, Timurda isə kofta şalvar var. Havalar heç cür isinmir. Biz dənizə getməyi düşünürük, şəkillər və videolar çəkmək üçün sizlərə. Amma havalar heç cür isinmir. Hər gün yağış və başqa şeylər olduğu üçün bugün də çox yağış yağdı və eyni zamanda hava çox soyuq idi. Yağış hal-hazırda kəsib, amma yenə də soyuqdur. Bu vlog daha çox axşam rutini tipli bir vlog olacaq. Axşam rutini vlog tipində bir şey olacaq. Aylan da artıq baxsası demək olar bir tipdir. Son şeylər oldu, yəni ondan sonra baxsası da bitdi. Mən də artıq daha rahat Ayla ilə bir yerdə sizlərə vloqlar çəkə biləcəm. Baxsadan həm gec gəlirdi, həm də yorğun olurdu deyə vloqları çox da sala bilmirdim. Amma Aylanı çıxartmamışam. Belə bir şey ola bilməz. Yəni bu fikri əvvəlcə ağlımızdan çıxardaq. Çünki Instagramdan bir neçə nəfər mənə yazmışdı ki, bəs Ayla niyə yoxdur? Ayla niyə çıxartmırsan? Ayla çıxmayıb dostlar. Belə bir şey ola bilməz. Yəni bunu unudun əvvəlcədən deyim, elə isə keçək. Bunlar elə yerdir ki, flaşı yandırmasam çəkmək olmur. Timura təbii ki normal olaraq silməz. Bununla yedirəcəm. Bu aralar çox rahatdır və uzun zamanda istifadə edirəm. Ayla da axır vaxtdan yemək yemir. Aylaya karşanı butulka da verəcəm. Gəlin elə eləyək. Kızlar ikisininkini de hazırladım. Aylada su az olduğu için getdim tezden hazırladım. Aylada daha fikir versəz rengi qatıdır və üstündə biraz qaymaqsı bağlayıb. Çünki karşıda, yəni karşıda qaymaq olur. Və yağı da Timurunkindən daha yağlıdır. Karşıya yəni 5 yaşa uyğun. Bu isə adi içməsi. İndi başlayacağım ikisini də yedirtməyə. Sual verirsiniz ki, niyə yəni bu yaşlı uşağı butulkadan verirsiniz? İnanın Timur nə edirsə, Ayla da onun eynisini eləmək istəyir, təkrarlamaq istəyir. Yəni kardeş, bazı qardaş qısqanclıqlarında olur və psixoloq ilə bu halı danışdıq. O da dedi ki, eləyin, heç nə olmaz yəni. O butulkadan mı yemək istəyir? Verin yesin. Bir müddət sonra ağzı onsuz da yara olandan sonra daha yemək istəməyəcək. Ona görə biz də elə davam edirik. Amma yəni qaşıqla versəm özü yeyə bilər. Məsələn, baxsa da qaşıqla yeyir. Kızlar, Timur artıq hamısını yedi. Ayla isə bunu biraz çəkək. Ayla isə baxın, həmişə belə eləyir. Xeyli saxladıq, tamam mı? Və bu doymur, yəni doydu deyə saxlasa, onlar da karşı halına yeyərkən belə, məsələn, bu qədərini saxlayırsa, mütləq yedirdən də yeyir. Doymur, sadəcə bilmirəm, yorulur mu yəni? İndi bunu da Aylaya yedirdəcəm. Sizin də belə böyük bəbələriniz var. Varsa yorumlara yazırsınız ki, bizim də 4 yaş yarımlıq böyük bəbələrimiz var. Bəbəmiz arxadadır, amma əsl bəbə buradadır. Neyse, bunu Aylaya yedirdim. Ondan sonra keçək əyin dəyişmə prosesinə. Artıq yuxu saatlarına az qalır. Biraz oyun falan oynadacağım. Ayla ilə kitab falan oxuyacaq. Oralarını da yenə sizə çəkəcəm. Ayla da yedi. Timur da tam yedi. Timurun biraz qazını çıxardacağım. Aylanı da qoyacağım bir ara. Amma sizə yeni aldığım tulumu. Keçən videoda demişdim, əgər o videonu izləmədinizsə 2 günlük vlogumu izləyin. Bu tulumu o vlogda göstermiştim de yani size. Bu tulumun güzelliğine bakın. Hem kız hem oğlan üstündü ve çok güzel bir tulumdu. Bayıldım. Ayla həqiqətən çox yaraşdı bu tulum. Havanın da yaxşı olmağı tulumu yeniləməyimizə bir səbəb verdi. Çox sevdim. İndi sıra Timurdadır. Bu arada artıq sizlə gitari qədər belə deyim də, səmimi olduğumuz üçün daha rahat özümü ifadə edə bilirəm, hisslərimi falan daha rahat deyə bilirəm. Əvvəl yəni biz daha rəsmi deyə düşünürəm bu kanal. İndi belə sevgi dolu bir necə deyirlər, ailə kimi olmuşuq. Yəni həqiqətən inşallah axıra qədər bu ikimiz, hətta yeni ribbonlar alsam əgər irəlidə. Görürsüz olur. Yeni ribbonlar alsam irəlidə onları da kanalımıza əlavə eləyərik. Daha yəni böyük bir ailə olaraq Timur Aylanı həmişə bir araya gələndə yollarına görə mən həmişə bir-birlərin arxa tərəfdə otururam. Yəni belə getsə çox böyük bir ailə olacaq. Gələn kanal bir müddətlik buraxmaq zorundayam. Çünki 11-ci sinifdən və imtahan hazırlaşacağam. İmtahan hazırlaşmalıyam. Hətta uşaqları yatırdıq. Mən keçəcəm dərs oxumağa və saat 12-yə 1-ə qədər dərs oxuyacağam. Yatacağam 9-da isə onlardan birlikdə duracağım. Timur artıq bilirsiz ki, 6-da durur, yay səhərləri olduğu üçün 6-da bu durur və Ayla da onun rejimə düşüb. O da 6-da durur. İki uşaqla bir yerdə düşünün artıq. Qızlar, belə vloglar çəkmək çox özləmişəm mən. Tiplərinə baxın. İkisi də bir-birinə söhbət edirlər. Bunlar bu şəkildə Timurda tam edir. Arada başını qoyur, dik qaldırmalıyım. Neyse, bunlar tam etsinlər, söhbət falan eləsinlər. Bizdəki canların geyimlərini hazırlamaq. Onu da yəni
Çox bu dəqiqə sevinçliyəm həqiqətən. Niyə bilmirəm, amma hər halda vlog çəkdiyimdən və sizi çox sevdiyimizə görə ola bilər məncə. Keçək. Belə görsəm, Ayla kameraya nə deyirsən? Abunə olun. Düz deyir, abunə olun sözünə qulaq asın. Keçək. Nəhayət ki, gəldik o burdadır çünki Ayla tərləmişdi. Normalda qatıq versiyada olmalıdır, amma deyil. Nəysə, indi tez biz buradan paltar məliyik. İkisindən də pijama ciplisindən bu şapokaya baxın. Tulumun rahatsızlığını anlaya bilir. Ayla gecə düzülür sayılma tualetdə durduğu üçün ona kofta şalvar şəklində geyinirəm. Tulum narahatlıq verir. Timura isə yeni aldığımız Super Baby'nin tulumunu geyindirə bilərik. Onsuz bunun ayaqları asılır. Yəni bezini dəyişmək lazımdır, rahat dəyişə bilərəm. Aylada isə elə deyil. Aylaya da bunu geyindirək. Altına da nazik və rahat olması baxımından bunu geyindirəcəm. Nə bura? Bax, buranın vəziyyətinə baxın. Burada həmişə Ayla oyuncaqlarını gətirir, qoyur. Bax, neçə dəfə. Hətta bunun gözü düşübdü, yapışdıraraq bunu da. Desəm də yenə də oyuncaqlarını qoyduğu üçün. Все, yığışdırdım. Normalda buranı bu halda heç vaxt sizə göstərməzdim. Amma yəni evdir bu və uşaqdılar. Hər şey ola bilər hər zaman. Dağda da bilərlər, bir şey eləyə də bilərlər. Mən toplayaram, yəni problem yoxdur. Amma yəni istəyirəm bunları da görün. Artıq yəni Pinterest kimi həyatımızın olmadığını görün istəyirəm açıqcası. Bunu indi yerə qoyaq. O videolarda görmədiyiniz papağın səbəbi var. Mən bunun üstünə ləkə düşmüşdü. Xolora qoydum. Və bu şəkildə deşiyəmə gəldi. Bir fikriniz var bunun üçün. Varsa zəhmət olmasa yorumlara yazın. Bilməyib vanişi qoyub belə olubdu. Fikriniz varsa yorumlara yazın. Çünki getirmək istəmirəm və saxlayıram bunu. Qızlar baxın, bunun alt hissəsi bağlıdır. Mən necə eləyim indi düşünün gecə yarısı. Onu bütöv çıxartmaq lazımdır, şey eləmək lazımdır. Heç yəni mən və Ayla hazırda hardasa. Bunda qollarını belə əlcəklidir, içinə salın rahat olsun deyə. Bir də deyirsiniz ki, niyə bu qədər tez yatırdınız? Dostlar, mən tez yatırtmıram. Saat 8, baxın 9-un yarısına yerimizə giririk və 9-a qədər kitab falan oxuyuruq. Yuxuya gedənə qədər, eləyənə qədər, amma yataq rejimində olurlar. Yəni saat 9 və onun yarısı artıq yuxuya getmiş olurlar. Qızlar hazırdılar bu dəfəki kombinləri ilə. Göz açıq şirin oldu. Timur burun damcısı vurdu. Orada biraz ağlamış olabilir amma burnu çox sulu son vaxtlar. Ben nəfəs almada həqiqətən bu yayın isti olduğu üçün yəni burnu da quruyur. Qışda yəni idarə edə bilirdim amma hal-hazırda idarə edə bilmədiyimiz üçün burun damcısını təbii ki həkim yazıb. Yəni öz başınızdan iş görmürük. Siz də vurmaq istəsəz burun damcısına ehtiyac varsa nəfəs tıxanmalar həkimlə danışıb sonra edə bilərsiniz. Bu arada bir şey göstəreyim. Bunu fərq edən neçə nəfər var aramızda? Mənimki belə üçbucaq şəkildə, mənimki qızıldan da, Aylanınki qızıl deyil, təəssüflər olsun ki. Olsun yenə də məncə çox uyğundur bir-birinə. Nəysə sıra Aylan baxımındadır diş və daha sonra üzünə krem çünki Aylanın üzü quruyur. Gördüğünüz üzere artık ikisi de mayışmaya başlayır. Son olarak Aylanın üzerine krem vuracağım. Ondan sonra da yatma prosesi başlayacak. Timur babşı yuxusu gelir. Ayla da elə oyuncağı şey eləyirsə deməli onun yuxusu gəlir. Kızlar nəhayət ki yatdılar. Siz də kanalıma abunə olmağı, like atmağı, yorum atmağı unutmayın. Buna bakın. Uş, ikisini bir arada yatırdıram. Biri üstümdə, biri ayağımda. Ona görə biraz çox çəkim edə bilmədim sizə. Elə isə Timurun yanına yastıqlar qoyacağım durmadan əvvəl. Bunu bura qoyuram ki Ayla dəyməsin başı. Elə isə bay bay, kanala abunə olmağı, like atmağı və yorum yazmağı unutmayın. Sevirəm sizi.